MAM test nədir bilirsiniz? Əgər bilmirsinizsə bu videoya diqqətlə baxın. Çünki MAM test startapla, məhsul meneceri ilə maraqlanan birinin öyrənməli olduğu ilk və ən vacib konseptlərdən biridir. Bəs nədir MAM test? Təsəvvür edin, bir gəncin ağlına bir startap ideyası və ya biznes ideyası gəlir. İlk etdiyi şey nə olar? Təbii ki, dostlarına, sevgilisinə və ya anasına gedib fikri ilə bağlı onlardan soruşmaq. Soruşmaq ki, bəs sən hazırda belə bir məhsul istifadə edirsən. Bunun bu formasını çıxartsam, bu əlavə üstünlükləri də olsa istifadə edərsən yoxsa yox? Bəli, bax burada MAM test problemi başlayır. İndi gəlin özümüzü qarşı tərəfin yerinə qoyaq və sevdiyimiz bir insan gəlib bizdən belə bir şey soruşsa, yox deyə bilərikmi sualına cavab axtaraq? Deyə bilərikmi? Məncə yox. Çünki onsuz o məhsulu istifadə edirik və sevdiyimiz insanın ağlına qəşəng bir ideya gəlib, həvəslidir. Ona necə yox demək olar? Elə ona görə də əksər halda cavablar belə olur. Bəli, istifadə edərəm. Hə, maraqlıdır. Çox yaxşı ideyadır. Səni dəstəkləyirəm və s. Amma bu cavablar o gənci aldadar. Çünki startapın məqsədi dostlarının problemini həll edib onlardan müəyyən qədər qazanmaq deyil. Startapın məqsədi milyonların sahib olduğu problemi tapıb onu keyfiyyətli formada həll etmək və bunun nəticəsində miqyaslanmaqdır. Əgər belədirsə, deməli başlanğıcdan suallarımızı düzgün qoymalıyıq. Dostumuzdan istifadə edərdinmi yerinə soruşmalıyıq. Hal-hazırda bu məhsulu istifadə edirsən. Niyə edirsən? Hal-hazırda bu məhsulda səncə nə çatışmır? Bu məhsul sənin hansı problemlərini həll edir? Bu məhsul olmasa onun yerinə nə istifadə edərdin? Bu tipli suallar vermək və nəticədə dostumuz bizim məhsulumuzu istifadə edərdi, etməzdini öyrənmək yox, dostumuzun və ya sevgilimizin əsas problemi nədir, onu tapmaqdır. Bax, MAM testin elə məqsədi budur. İnsanlardan sevəcəyiniz cavablar almaq yox, sizə doğru problemi tapmaqda kömək edən cavablar almaq. Bu kanalda startap, məhsul meneceriyi və proqramlaşdırma ilə bağlı danışırıq. Maraqlıdırsa izləyin. Sağ olun, sağlıqla qalın.